Salam əziz abituriyentlər. Bugün sizə kimya 40 sınaqdan nömrə 4-cü sınaq kimya formullar və tənliklər üzrə hesablamalardan quizdir. İzahını verəcəm. Onlayn dərslərimizə və ya quiz sınaq qruplarımıza qatılmaq istəyirsinizsə 051 447 02 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Vaxt itirmədən gəlin ilk növbədə birinci sualımızdan başlayaq. Bizə qeyd edir ki, suyun əmələ gəlmə reaksiyasının tənliyi üzrə hidrogen və oksigendən ibarət qarışıqdır. Eyni mol sayda, yəni bərabər mol sayda götürülübdür. Əmələ gələn suyun maksimal kütləsi sərf olunan oksigenin kütləsindən 12 qram çox olarsa, ilkin qaz qarışığında qazların mol saylarının cəmini müəyyən edin. Gəlin hesablayaq. Deməli, hidrogen üstə gəlinsin oksigen əmələ gəlir 2 mol su. Hidrogenin qabağına 1-2 atıram. Gəlin ilk öncə bir baxaq görək nə qədər oksigen sərf olub bu reaksiya üçün. Baxıram ki, 32 qram oksigen sərf olunub. Bəs nə qədər su əmələ gəlib? 36 qram. Bunlar arasındakı kütlə fərqi nə qədərdir? Yəni su sərf olan oksigendən nə qədər çoxdur? 4 qram çoxdur. Amma burada mənə qeyd edib ki, 12 qram çoxdur. 12 qram çox olduğunu nəzərə alaraq, deməli mən bunları neçə qat artıq olduğunu götürməliyəm. Mən bunların deməli 12-dən 4 3 dəfə kiçikdir də böyükdür. O zaman deməli mən bunların mollarını 3 dəfə artıq götürməliyəm. Bu 2 mol deyil. Mən bunu 3 dəfə artıq 6 mol götürməliyəm. Bu 1 mol deyil, 3 dəfə artıq 3 mol. Bu 2 mol deyil. Mən bunu deməli 3 dəfə artıq 6 mol götürməliyəm. Burada da mənə deyir ki, bərabər mol sayda götürülübdür hidrogenlə oksigen. Təbii ki, biz reaksiyaya əsasən əmsallaşdırdıqda bərabər mol miqdarda, bərabər kütlədə sözlərini eşidiriksə, hər zaman reaksiyada böyük olana bərabər götürməliyik. Bu reaksiyada indi ən böyük mol kimindir? Hidrogenin moludur da başlanğıclara görə. Deməli, mən hər ikisini 6 mol götürməliyəm ki, hidrogen 6 mol sərf olsun, 3 mol oksigen sərf olub, 3 mol qalsın. Başlanğıcların cəmini istəyir, deməli o da 12-dir, C variantı. Növbəti, keçək 2 nömrəli sualımıza. 2 nömrəli sualımızda isə bizə qeyd edir nəyi? Deyir, qaz qarışığı var, hidrogendən və azotdan ibarətdir. Qaz qarışığında azotun mol miqdarı 1,5, hidrogen mol miqdarı isə 5A qədərdir. Gəlin reaksiyamızı yazaq. Deməli, reaksiyamız azot üstə gəlinsin 3 mol hidrogen, əmələ gəlir 2 mol amonyak. Buradan baxıram nəyə? Mən görürəm ki, 1,5A qədər azot reaksiyaya daxil olsa, bundan 3 dəfə artıq 4,5A qədər hidrogen reaksiyaya daxil olmuş olur. Və azotdan 2 dəfə də artıq mol cəhətdən 3A qədər də nə əmələ gəlmiş olur? Amonyak. Baxıram ki, buradan 1,5A qədər azotum tamamilə sərf olur. Əlimdə olan 5A qədər hidrogendən 4,5A qədərini istifadə edirəm. Qalır 0,5A. Deyir, qarışığın reaksiyası zamanı qazlardan biri tam sərf olunarsa, hansı ifadələr doğrudur? Həqiqətən də gördük ki, azot sərf oldu, hidrogen artıq qaldı. Deyir, 0,5 mol hidrogen artıq qalır. Bəli, 0,5A mol qədər azot artıq qalır. Xeyr, azot tamamilə sərf olur. 3A qədər mol sayda amonyak əmələ gəlir. Bəli, reaksiyadan deyir, alınan amonyakın kütləsi reaksiyada əvvəlki hidrogenlə oksigenin, yəni qarışığın kütləsinə bərabərdir. Bu tamamilə doğru deyil, yəni yanlış bir ifadədir. Nəyə görə sual versəz, zaten baxın, kütlələrin saxlanması qanununa əsasən başlanğıc maddələrin miqdarı məhsula bərabərdir. Bunu desəydi doğruydu. Amma bu bizə deyir, qarışığın kütləsinə bərabərdir alınan amonyakın. Amma bu doğru deyil. Çünki burada sərf olunandan əlavə artıq qalan maddədə var deyə bu yanlışdır. Deyir, hidrogen tam sərf olunur. Xeyr, hidrogen artıq qalır. Doğru cavab 1, 3, A variantı. Sonra keçək 3 nömrəli sualımıza. Deyir ki, x qram maqneziumun oksigində yanması zamanı 80% çıxımlı 32 qram maqnezium oksidi alınmışdır. Deməli, gəlin reaksiyamızı yazaq. Maqnezium üstə gəlinsin oksigen. Alınır maqnezium oksid. Bura 1-2 ataram. Bir də bu hissəyə.
Əgər 80% 32 qram alınıbsa, gəlin biz tapaq görək 100% nə qədər alınır. Bu sıfırla bu getsə və buradan 8 ilə 32-ni aparsaq qalar 4, 4 ona vursaq, buradan tapıram x-a 40. Deməli 100% olsa maqnezium oksidi alınacağın kütləsi 40 qram olar. Mən görürəm 2 vurulsun 24 qram maqnezium reaksiyaya daxil olsa, 2 vurulsun 24-ün üstü 16 gəlsən 40 qədər alınır. Mənə də burada x qram deyib. X qrama isə nə qədər alınıbdır? 40 qram. Buradan da x bərabərdir 24 olur. Cavab C variantı. Sonra gələk 24 nömrəli sualımıza. Burada isə bizə qeyd edir ki, x, y tipli bir birləşməmiz var. Birləşmədə x-in kütlə payı A-dır. Gəlin tapaq. Bu maddənin emiri x plus y-dir. Aşağıdakı maddə isə 2x plus z-dir. Yazsam. X-in kütlə payından söhbət gedirsə A bərabərdir x bölünsün x plus y vurulsun 100%. Digərində də x-in kütlə payı A-ya bərabərdir. Bu zaman yazıram 2x bölünsün 2x plus z vurulsun 100%. A-ların bərabərliyindən istifadə edərək bu iki kəsri bir-birinə bərabər eləsəm, buradan 100%lər gedər, buradan x-lar gedər. O zaman yazıram 2 bölünsün 2x plus z bərabərdir 1 bölünsün x plus y. Çal çarpaz vursam, buradan yazıram 2x plus z bərabərdir 2x plus 2y. 2y x-lar hər tərəfdən getsə, qalacaq z bərabərdir 2y. Buradan bu bərabərliyi aldım. Sonra məndən istədiyi isə z2y-in kütlə payını tapmaq. Bu isə z üstə yerə 2y-ə bərabərdir emeri. Y-in kütlə payını istədiyinə görə 2 dənə y bölünsün z plus 2y vurulsun 100. Mən burada ya z-in yerinə 2y yazmalıyam, ya da 2y olan yerlərə z yazmalıyam. Yəni gətirib burada yerinə qoysam, o zaman gətirib yerinə z qoyuram. Z 2y-in yerinə. Burada da 2y var z. 1z də burada 2z vurulsun 100. Alacağım 50%. Cavab B variantı. Həmin bu gördüyünüz sual 2019-cu il 4-cü blok qəbul sualıdır. Sonra keçək növbəti sualımıza. Deyir, reaksiyanı yazaq. Azot monoksid üstə gəlinsin oksigen alınır NO2. Bizə deyir, bərabər kütlədə götürülmüş. Bərabər kütlədə götürülmüş. Deməli, bunları bərabər kütlədə götürülüb deyirsə, baxın görək, bu nə qədərdir bunun kütləsi? 30, 2-yə vuranda 60. Oksigen 32. Bunun kütləsi deməli 46-dır. 46-nı 2-yə vurduqda 92. Bərabər kütlə dediyinə görə mən həmişə, hər zaman reaksiyada böyüyün kütləsi nədirsə ona əsasən getməliyəm. Deməli, o zaman bunu götürəcəm 60-60. Məndən isə görək nə deyir? Deyir 69 qram NO2 alınmışdırsa artıq qalan oksigen kütləsini müəyyən edin. Mən buradan görürəm ki 60 qram oksigeni götürsəm nə qədər artıq qalır? 60 minus 28 bərabərdir mənə verəcək nə? Bu da 32 qram artıq qalır oksigenin. Daha doğrusu 32 deməyək. Bir dəqiqə. 32 çıxdıqda daha doğrusu 8. 28 qram artıq qalır oksigen. Normalda 60 götürsəm 28 qram artıq qalır. Və məhsul 92 qram olmuş olur. Elə deyil. O zaman tənasibi belə quraram. 60 götürdüm. Artıq qaldı 28. 28 artıq qalan vaxtı məhsul 92 qram alınıb. Amma bu dəfə məhsul 69 qram alınıbdır. Artıq qalan bilmirəm x-dır. Buradan tənasibi həll etdikdə çıxır 21. Və cavabımız olur Y variantı. Davamını gedək. 6 nömrəli sual. Bu 6 nömrəli sual bizim topluda olan sualdır. 2 ədəd nümunəsi var və qəbul sualıdır. Bizə deyir ki, x, y, z elementlərinin mollarının kütlələrindən asılılığı verilir. Z elementin nisbi atom kütləsini tapaq. Məsələn, gəlin birinci buna baxaq. Burada nə görürəm mən?
0,2 molunun kütləsi 12,4-dürsə, deməli bu maddənin kütləsi normalda özünün baxsaq 2x üstəgələk y bərabərdir 12,4-ü 0,2-yə bölsəm edəcək 62. Daha sonra keçirəm növbəti. Baxın buna. Burada baxıram ki, bu maddənin 2x üstəgələk 2y bərabərdir 31,2 bölünsün 0,4 olmalıdır. Digərinin isə kütləsi x üstəgələk y bərabərdir 0,2-nin molunun kütləsi 20,6-dır. Deməli o da olacaq 103. İndi bunu hesablamadım, amma hesabladıqda çıxacaq. X 23, y 16. Gətirib bu rəqəmləri bu iki tənlikdən tapdığımızı bu sonuncu tənlikdə yerinə qoyuruq. Buradan da z-ə çıxır 80. Zaten bizdən də elə z-i tapmamızı istəyir 80 B variantı. Keçək 7 nömrəli sualımıza. Deyir ki, A72 olarsa Y maddəsi müəyyən edin. Mən buradan görürəm X ilə Y reaksiya daxil olub, Z maddəsi əmələ gəlib və buradan baxanda görürəm X-də, Y-də neçədən başlayıb? 40-dan başlayıb. Sadəcə olaraq zaman oxunun üstünə düşüb tamamilə sərf olan X-dir. Deməli 40-da başlayıb tamamilə bitib. A-nın 72 olduğunu deyir. Deməli onda Z-in kütləsi 72 imiş. Kütlənin saxlanması qanununa əsasən deməli Y 32 imiş ki kütləsi reaksiyaya girən. Cəmi bir yerdə 72 verib. Bizdən də deyir ki, Y maddəsinin kütləcə neçə faizi reaksiya daxil olub. Ümumi opşi 40-da başlayıb, amma 32-si reaksiya daxil olub. Bu isə 80%-ə uyğundur. Cavab A. Keçək 8 nömrəli sualımıza. 8 nömrəli sualda çox asan sualdır. Yəni imtahana düşən topluda var. Deyir, müəyyən şəraitdə qapalı qabda dəm qazı və oksigendən ibarət olan 160 milli qaz qarışığı var. Deməli, dəm qazı üstə gəlsin oksigen, alınır karbon qazı. Əmsallaşdıraq. Hər bir maddənin, mən yəni bunların qarışıqda əvvəlcə nə qədər olduğunu bilmirəm, nə qədər reaksiya girdiklərini bilmirəm. Sadəcə əmsalların nisbəti qədər, yəni 2x qədər dəm qazı reaksiyaya girib, x qədər oksigen reaksiyaya girib və 2x qədər də karbon qazı əmələ gəlib. Və sonda qarışıq olub 110 millilitr və burada da qeyd edir ki, tam yanma reaksiyası. Əgər tam yanma reaksiyasıdırsa, burada biz bilməliyik ki, dəm qazı tamamilə sərf olur. Əgər artıq qalan olacaqsa, bu oksigen olmalıdır. İndi yazıram. Mənim əvvəlki qaz qarışığım 160 millidir. Onun üzərindən 2x qədər dəm qazını sərf elədim. X qədər, yəni həcm olaraq oksigeni sərf elədim. Əvəzində 2x qədər karbon qazını əlavə etdikdən sonra qaz qarışığı olub 110 millilitr. Buradan 2x-lar getsə, x qalacaq 50. X-a 50 tapdımsa, deməli, reaksiya daxil olan oksigen 50 milliymiş. Reaksiyada daxil olan CO, yəni dəm qazı 100 milliymiş. Tam yanma reaksiyasına əsasən dediyimə görə, deməli, bu 160 millilik qaz qarışığının 100-ü dəm qazıymış, 60-ı oksigen imiş. Oksigenin də 50-si reaksiyaya girib, onu girməyib. Bizdən deyil ki, qaz qarışığında oksigenin həcmini istəyir 60 B variantı. Keçək 9-a. 9-cu sualda bizə deyir ki, NXOY tərkibli birləşmədə azot və oksigen kütlə nisbəti 7-nin 4 olarsa, gəlin birinci formuldan baxaq. Hər bir elementin kütlə nisbəti verildikdə hər kəsin öz A yerinə bölünməlidir. Və mən burada 4-ü bölərəm 16-ya. Nisbət yazsam 2-də 1, 4-də 1. Kəsirdən azad eləmək istəsəm, hər iki tərəfi 4-ə vurursam, onda 2-nin 1-ə. Deməli, bu maddə N2O şəklindəymiş. Məndən 0,2 molunda cəmi neçə oksigen atomu var? Normalda mən bunu görürəm ki, 1 molunda 1 dənə oksigen var. 0,2 molunda da 0,2 Na qədər oksigen olacaq A variantı. Keçək 10 nömrəli sualımıza. Bizə deyir ki,
20 qram X2O3 birləşməsində 6 qram oksigen varsa, aha, lap yaxşı. 20 qramında 6 qram oksigen var və mən bu maddəni görürəm ki, 2x üstəgələ 48 qramında 48 qram oksigen var. Buradan tənasüblə həll etsəm, buradan qalacaq 8. 2x üstəgəl 48 bərabərdir 160. Buradan x bərabərdir 2x 112-yə, x də bərabərdir 56-ya. Məndən də istəyirdi nəyi? Mən x-in 56 olduğunu tapdım. Deməli, məndən x-n birləşməsində azotun kütlə payını istəyir. Lap yaxşı. Deməli, x-n birləşməsinin nömrəni hesablasam, 56 üstəgələk 14. Bu mənə verər 60 və 70. Azotun kütlə payını istəyirsə 14 bölünsün 70 vurulsun 100. Bu da eləcə 20%. Cavab C variantı. Dərslərimizə qatılmaq üçün, sınaq qruplarımıza qatılmaq üçün yenə videonun əvvəlində göstərdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz.